2009-cu il noyabr ayının 1-də Xətai rayon 37-ci polis bölməsinə NZS qəsəbəsində törədilmiş ölüm hadisəsi barədə məlumat daxil olur. İstintaq əməliyyat qrupu hadisə yerinə baxış keçirərkən evdə çoxsaylı yaralarla Mədinə Əhmədovanın meyidini aşkar edir. Cinayətin qarət məqsədi ilə törədilməsi aydınlaşdırılır. Mənzildən $1300, 300 manat mobil telefon və 2538 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması bildirilir. 2009-cu il noyabrın 1-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə Bakının NZS qəsəbəsində 1946-cı il təvəllüdlü Mədinə Əhmədova soyadlı qadının evində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub. Dərhal sonra bu informasiya aidiyyatı üzrə Xətai rayon 37-ci polis bölməsinə və rayon prokurorluğuna ötürülüb. İstintaq əməliyyat qrupu Mingəçevir küçəsindəki 8 sayılı binanın 2 nömrəli mənzilinə yollanıb. Daxil olmuş məlumat əsasında rayon prokurorluğunun, Xətai rayon polis idarəsinin əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyidə baxış keçirilmiş. Hadisə yerindən müəyyən iş üçün əhəmiyyət kəsb edən qan nümunələri, əl barmaq izlərinin nümunələri götürülərək qablaşdırılmışdır. Deməli, həmin gün Xətai rayon prokuroru baş ədliyyə müşaviri Yusuf İldırımzadə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması mənə həvalə edilmişdir. Hadisə yerinə baxış zamanı evin səliqəsizliyi, şkaflarda aparılan axtarış ona dəlalət edib ki, qətl qarət məqsədi ilə törədilib. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının rəyinə əsasən Mədinə Əhmədovanın ölümünə ağciyərin və ürəyin zədələnməsindən irəli gələn kəskin qan itirmə səbəb olub. Qadının bədən səthindəki dəşilmiş yaralar ülgücü və küpü olan hər hansı bir yassı tipli kəsici alətin təsirindən əmələ gəlib. Tiyənin uzunluğu ən azı 11, eni isə 1,2 sm olub. Xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçaqlarla yetirilməsi inkar olunmayıb. Noyabrın 3-də kütləvi informasiya vasitələri Daxili İşlər Nazirliyinin rəsmi saytına əsasən məlumat yayıb ki, ayın 1-də Xətai rayonunda törədilən ağır cinayətin üstü açılıb. Belə ki, Xətai rayon polis idarəsi və 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakinləri 1980-ci il təvəllüdlü Fərrux Babasoy və 1976-cı il təvəllüdlü Heydər Zöhrəliyev həbs ediliblər. Dindirmə zamanı onlar sözü gedən cinayəti tamah niyyəti ilə həyata keçirdiklərini etiraf ediblər. Onların ifadələri əsasında hadisədə iştirak etmiş daha 2 nəfərin adları müəyyən olunub. Keçirilmiş əlavə əməliyyat nəticəsində noyabrın 5-də 37-ci polis bölməsinin əməkdaşları 1981-ci il təvəllüdlü Azər Məmmədovu Culfa rayonunun Yayçı kəndində yaxalayıblar. Deməli, rayon prokurorluğunun və Xətai rayon polis idarəsinin 37-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri istintaq əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsinin törədilməsində iştirak edən Zöhrəliyev Heydər Məmmədoğlu saxlanılaraq 37-ci polis bölməsinə gətirilmiş. Polis bölməsində verdiyi ifadələrində Zöhrəliyev qeyd olunan cinayət hadisəsini tanışı Babasoy Fərrux Məhəmmədoğlu, Məmmədov Azər Hüseynoğlu və Ümidov Murad Tofiqoğlu ilə birgə törətmələrini etiraf etmişdir. Bundan sonra keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində yuxarıda adları qeyd olunan şəxslər saxlanılaraq, eyni zamanda yuxarı adları qeyd olunan şəxslərdən Məmmədov Azər və Babasoy Fərrux saxlanılaraq 37-ci polis bölməsinə gətirilmiş. Orada onların ifadələri alınarkən hər ikisi də Zöhrəliyev Heydərin etiraf etdiyi kimi Mədinə Əhmədovanın öldürmələrini etiraf etmişlər və onu hansı qaydada, hansı üsulla öldürmələrini bir daha istintaqa təqdim edərək bunu hadisə yerində ifadələri yoxlanılarkən də təsdiq etmişlər. İstintaqla müəyyən edilib ki, qabaqcadan əlbir olan qrup Mədinə Əhmədovanın evində $40.000 pulun olmasını güman etdikləri üçün ora basqın edərək quldurluq etməyə və qadını öldürməyə razılaşıblar. Oktyabrın 31-də Fərrux Babasoy, Azər Məmmədov və Murad Ümidov Heydər Zöhrəliyevin bələdçiyi ilə axşam saat 19 radələrində sərxoş vəziyyətdə Mədinə Əhmədovanın yaşadığı evə gəliblər. Mənzilin qapısını döyəndən sonra qadın Heydərin ona olan $1350 borcunu gətirməsini zənn etdiyi üçün qapını açıb.
Razılaşdıqları kimi silah qismində istifadə olunan bıçağı tətbiq etməklə Əhmədovaya basqın ediblər. Fərrux dərhal Mədinə Əhmədovanın boynundan tutub yerə yıxıb və Muradla Azərin köməkliyi ilə sürüyüb, qadını mənzilin giriş qapısının sağ tərəfində yerləşən yataq otağına aparıblar. Azər Məmmədov Mədinə Əhmədovanın üzərində oturaraq onun müqavimətini qırmaqla özünü müdafiə etməsinə imkan verməyib. Fərrux Babasoy isə bundan istifadə edərək bıçaqla sonuncuya 4 ədəd ağır və 19 ədəd yüngül zərər vurmaya aid olan kesici dəşici alətlə yetirilməyi xarakterik, ümumilikdə 23 ədəd xəsarətlər yetirməklə qadını xüsusi amansızlıqla qəsdən öldürür. Mənzili axtaran şəxslər $1300 və 300 manat pulu, mərhuma məxsus Samsung markalı mobil telefonu və 29 adda müxtəlif qızıl zinət əşyaları ələ keçiriblər. Nəticədə onlar əvvəlcədən planlaşdırdıqları kimi Mədinə Əhmədovaya çoxsaylı bıçaq zərbələri vuraraq onu qəsdən öldürmüşlər və sonuncunun evində olan qızıl zinət əşyalarını götürərək hadisə yerindən qaçmışlar. Noyabrın 6-sı saat 18 radələrində Nərimanov rayon 17-ci polis bölməsinin əməkdaşları Nərimanov metro stansiyasının yaxınlığında əməliyyat tədbiri keçirərkən Murad Ümidovu saxlayıblar. Bölmədə baxış zamanı şübhəli şəxs özü əynindəki gödəkçənin sağ yan cibindən siqaret qutusunun gümüşü kağızına bükülmüş halda olan heroini çıxararaq əməliyyatçılara təqdim edib. Kustar üsulla hazırlanmış narkotik maddənin çəkisi 0,268 qram olub. Dindirmə vaxtı Ümidov heroini təxminən yarım saat əvvəl metronun yanında tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirib. Beləliklə də Xətai rayonunda törədilən ölüm hadisəsində iştirak etmiş sonuncu şəxs də həbs edilərək istintaqa təhvil verilib. Hadisədən bir neçə gün sonra Ümidov Murad Tofiq oğlu Nərimanov rayonu ərazisində narkotik vasitələri əldə edərkən Nərimanov rayon polis əməkdaşları tərəfindən saxlanılmışdır. Qeyd edək ki, araşdırma vaxtı Murad Ümidovun 2006-cı ildə Xətai rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177-ci oğurluq maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum olunması, 2009-cu il iyunun 24-də Əzbəyev rayon məhkəməsinin qərarı ilə Ədliyyə Nazirliyi penitensiar xidmətinin 13 sayılı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməklə orada cəzaçəkməsi məlum olub. Dindirmə vaxtı Fərrux Babasoy mərhumun evindən götürdükləri zinət əşyalarını Xətai rayonu Kənd Əhmədli qəsəbəsində kirayədə qaldığı evdə olduğunu etiraf edib. Prokurorluğun müstəntiqi Rəşad Əliyev və Xətai rayon polis idarəsi əməkdaşlarının iştirakı ilə həmin əşyalar onun göstərdiyi ünvandakı otaqda şkafın alt hissəsində olan qara rəngli çantanın içərisindən aşkar edilərək maddi sübut olaraq işə əlavə edilib. Fərruxun istintaqa təqdim etdiyi qızıl məmulatlarından 2 ədəd qızıl qolbağı və 1 ədəd qızıl boyunbağı Mədinə Əhmədovanın qızı Xuraman Baloğlanova tərəfindən tanınıb. İstintaq zamanı Babasoy Fərrux Məhəmmədoğlu ətrafında keçirilmiş istinaq əməliyyat tədbirləri nəticəsində o, Mədinə Əhmədovanı qəsdən öldürdükdən sonra onun evindən götürdükləri qızıl zinət əşyalarını saxladığı mənzili istintaqa təqdim etməsini göstərmiş və bununla bağlı keçirilən istintaq hərəkətində o, həmin qızılları istintaqa təqdim etmiş və həmin qızıllar Xətai rayonu Rezervuar küçəsi 5 ünvanda onun əvvəllər kirayə yaşadığı mənzildən aşkar olunaraq müvafiq qaydada tərəfimizdən qablaşdırılmaqla, video çəkiliş aparılmaqla götürülmüşdür. Həbs olunan şəxslərin Cinayət Məcəlləsinin 120.2.1-ci qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə, 120.2.4-cü xüsusi amansızlıqla adam öldürmə, 120.2.5-ci tamah məqsədi ilə və ya sifarişlə adam öldürmə, 120.2.11-ci quldurluqla əlaqədar adam öldürmə, 181-ci quldurluq və 234-cü qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya satma maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəməsi hakim Əmir Bayramovun sədrliyi ilə keçirilib. Fərrux Babasoy digər təqsirləndirilən yoldaşlarından fərqli olaraq ittiham üzrə özünü təqsirli bilməyib. Elan olmuş ittiham üzrə özünüzü təqsirli bilirsinizmi? Sabah verərəm ola bilər. Bilirəm, bilmirəm, qismən bilirəm. Bilmirsən, tam qismən də bilmirsən. Bilmirsən, əyləş. Məmmədov Azər Hüseynov. Sən necə? Elan olmuş ittihamın mahiyyəti aydındır sən? Elan olunan ittiham üzrə özünü təqsirli bilirsən? Qismən bilirsən, əyləş. Umudov Murad Tofiqov.
Aydındır mı elan olunmuş adamın mahiyyəti? Özünü təqsir edə bilirsən? Qismən bilir. Qismən bilirsən. Əlir. Zöhrəli Heydər Məmmədov. Sənə aydındır mı elan olunmuş? Qismən bilir. Sən də özünü qismən təqsir edirsən. Deməli, siz özünüzü qismən təqsir edə bilirsiniz. Babasoy Fərux Məmmədoğlu, siz özünüzü niyyətlə təqsir edə bilirsiniz. Heydər Zöhrəliyev 2009-cu ildə NZS qəsəbəsində yaşayıb, faizə borca pul və zinət əşyaları verən Mədinə Əhmədovadan təxminən $1300 məbləğində qızıl məmulatları götürüb. O həmin pulu qaytara bilmədiyindən və qadının evində çoxlu pul və qızıl ola biləcəyini düşündüyündən oktyabrın 31-də saat 16 radələrində həmkəndləri Fərrux, Azər və onun tanışı Muradla Neftçilər metro stansiyasının yanında çayxanada görüşüb söhbət edərkən NZS qəsəbəsində yaşayan bir arvaddan nisyə qızıl əşyaları alıb sataraq pulunu xərclədiyini və hazırda qadının pulunu tələb etdiyini deyib. O, Əhmədovanın faizə pul verməsini və evində $40.000 milli pul və qızıl əşyaları olduğunu, Mədinə onu tanındığı üçün sonuncuya qapını açdıracağını, Fərruxu, Azəri və Muradı evə salıb özü bayıra çıxacağını deməklə onların mənzildən pulları götürmələrini təklif edib. Bu təkliflə razılaşandan sonra Babasoy çayxananın yanındakı dükandan 7 manata qatlanan bıçaq alıb geri qayıdıb və oradan birlikdə 332 nömrəli marşrut avtobusla NZS qəsəbəsinə Heydər Zöhrəliyevin dediyi yerə gəliblər. Neftçilər metrosunun yaxınlığında yerləşən çayxanada siz görüşüb söhbət edən zaman həmin metronun yaxınlığında yəni açıq satışda olan ticarət köşkündən bıçaq almışsınız mı? Bilirəm, mən demirəm ki, mən cinayət etməmişəm. Mən deyirəm, eləmişəm. Yox, əgər ifadə vermək istəyirsənsə ver, vermək istəmirsənsə sən ifadə verməyə bilərsən. Yəni, sənin bu vermək istərsən, bu yetarır. Danış ver. Ekspertin rəyi vardır. Onda prokurorun suallarını cavab verir. Buyurun efendim. Məmmədov, 31 oktyabr yenə də Babasoy Fərruxa verdiyi suallardan başlayaq. Siz Neftçilər metrosunun yaxınlığında yerləşən çayxanada görüşdünüz, gördünüz, düzdürmü? Bu görüş zamanında nədən söhbət edərsiniz, nə barədə söhbət edərsiniz, nə müzakirə edərsiniz? Mən Heydər tanımıram, bir də Murad tanımıram. Orada tanış olmuşsunuz? Amma bunun ikisini tanımıram. Mən tanış edən də tanışıyım. Kim eləyib? Tanımıram. 31 oktyabr 2009-cu ildə Neftçilər metrosunun yaxınlığında yerləşən çayxanada və NZS qəsəbəsində yerləşən Şərur kafesində siz hazırda bu digər təqsirləndirilən şəxslərlə birlikdə görüşmüsünüzmü? Görüşmüsünüzsə, görüş zamanı nəyə müzakirə eləmişsiniz? Nə barədə razılaşmışsınız? İş barədə danışmışım. İş barədə razılaşmışsınız. Həmin gün siz mərhum Əhmədova Mədinənin evinin yaxınlığında olmuşsunuzmu və onun yaxınlığında yerləşən məktəbin həyətində olub həmin evi müşahidə etmişsiniz və müşahidə etdiyiniz təqdirdə bu məqsədi nə olub? Sürgün ediblər səni. Yes, sən Fərruxun bacısı gəzəgən arasında şey bilirik ki. Zöhrəliyev dostlarına Mədinə Əhmədovanın yaşadığı mənzili göstərəndən sonra onlar yaxınlıqda yerləşən Şərur kafesinə yollanıblar. Çörək yeyərkən araq içiblər. Heydər evdən pul və qiymətli əşyaları götürməklə qadını onu tanıdığına görə öldürmək lazım olduğunu deyib. Fərrux yoldaşlarına narahat olmamalarını və onda bıçaq olduğunu bildirib. Təxminən saat 19 radələrində Zöhrəliyev qapını döyüb, 2-3 saniyədən sonra Mədinə qapını açıb və salamlaşaraq onu içəri dəvət edib. Heydərin arxasınca Fərrux, Murad və Azər mənzilə daxil olublar. Dərhal sonra Babasoyla Ümidov qadının boğazından tutub ağzını əli ilə sıxaraq yataq otağına aparıblar. Azər Məmmədov qadının sinəsi üzərində çöməlib oturub. Fərrux Babasoy isə ilk olaraq bıçaqla qadının ürək nahiyəsindən zərbə vuraraq pulların yerini deməsini tələb edib. Əhmədova evdə pul olmadığını və onu vurmamasını xahiş etdikdə Fərrux qadının ürəyinə 3-4, sinəsinə isə ondan çox zərbə indirib. Oradan eşitmişdim ki, belə bir qadın var, faizə pul verir. Kimdən eşitmişdin? Həman işlədiyim oğlandı. Adı nə idi? Adı nə idi? Bilirsənsə deyil. Adı nə idi? Möhsündür. Möhsündür adı. Möhsün. Mən Möhsün adlı oğlundan eşitmişdim ki, Belə bir qadın var, faizə pul verir.
Adı nə idi o qadın? Mədinə. Mədinə adlı qadın var, faizə pul verir. Sonra Ayın 31-i idi, getdim mən Enceres qəzabəsinə. Deyirdi ki, onun evində belə çoxlu pul var. Məktəbi ilə üzbəüz evi vardı. Ayın 31-i getdim orada soruşdum. biraz yavaşlamış ki, protokola yazılsın. Oradan soruşdum, dedilər ki, belə bir adam vardı burada. Göstərdilər oranı, onunla getdim ki, orada həyatı süpürür. Evə tərəf mən keçmədim. Heydər Zöhrəliyevin sözlərinə görə dostları içəri daxil olan kimi o dərhal mənzildən çıxaraq qapını bağlayıb və yaşadığı evə yollanıb. Birazdan o Fərruxun telefonuna zəng edərək nə etdiklərini soruşub. Dostu isə ona pul tapa bilmədiklərini və hələ axtardıqlarını deyərək telefonu söndürüb. Bundan yarım saat sonra Babasoya zəng etdikdə sonuncu arvadı bıçaqla vurmasını, daha 15 dəqiqədən sonra isə Fərrux gizli nömrədən zəng edərək artıq yolda olduqlarını, qadını öldürdüyünü və mənzildən heç nə tapmadıqlarını bildirib. Zöhrəliyev hadisədən sonra Muradı, Azəri və Fərruxu görməyib. Səhərsi gün tanışı Mövsüm onun telefonuna zəng edərək Mədinə Əhmədovanın naməlum şəxslər tərəfindən öldürüldüyünü deyib. Cinayət işi materiallarından görülür ki, siz 31 oktyabr 2009-cu tarixdə təxminən saat 19 radələrində mərhum Əhmədova Mədinənin evinə gələrək onun qapısını döymüsünüz və o qapını tanıdığı üçün qapını sizin üzünüzə açıb və bundan sonra digər təqsirlərdən şəxslərlə birlikdə həmin evə daxil olmuşsunuz. Bu barədə nə deyə bilərsiniz? Evet, cavab verin. Cavab verəbilirsiniz. Ümumiyyətlə, bilirsiniz də 31 oktyabr 2009-cu tarixdə həmin evdə qətl baş verib və Mədinə Əhmədova qətlə yetirilib. Kəsici, deşici alətlərlə zərbələr edilməklə o qətlə yetirilib. Ümumiyyətlə, bu qətl barədə nə deyə bilərsiniz? Bu törətmiş şəxslər barədə, sizlə bir yerdə əyləşən şəxslərin bu cinayətə əlaqəsi barədə nə deyə bilərsiniz? Bu barədə bir şey deyə bilmirəm. Səhərsin Mövsümdən eşitmişdim. Bəs cinayət işinin materiallarından görülür ki, siz 31 oktyabırda dəfələrlə Fərruh Babasoyun telefonuna zəng vurmuşsunuz və ekspertiza elan ediləcək məhkəmə istintaqı zamanı onun ölümünün baş verdiyi ərəfələrə aid olan müddətlərdə sizin zəngləriniz olub. Fərruh Babasoyun telefonundan və bir neçə dəfələrlə zəng vurmuşsunuz. Bu zənglərin məzmunu nə olur? İş barəsində. Azər Məmmədov mərhuma məxsus qara rəngli telefonu Muradın əlində olan və tapdıqları qızıl əşyaların yığdıqları torbaya atıb. Muradla yataq otağına keçdikdə şkafın yanında qadının qan içində arxası üstə hərəkətsiz vəziyyətdə yerdə uzandığını və paltarların altında seyf olduğunu görüblər. Fərrux seyfi açıb və içərisindən bir ədəd kisə və salafan torba çıxarıb Murada verib. Mənzildən çıxandan sonra xatırlamadığı avtomaşınla Bakıxanov qəsəbəsinə gəliblər. Oradakı parkın yanında Azər Məmmədov telefonu sındırıb atıb. Oradan Fərruxun kirayə qaldığı evə yollanaraq götürdükləri qızıl və pulları sayıblar. Təxminən $1200 və 300 manat pul olub. Babasoy Muradla Azərin hərəsinə $100 və 110 manat pul verib. Qalan pulları və qızılları sonradan bölməyə razılaşıblar. Hansınızın üstündə bıçaq olur? Sizdə bıçaq olur? Və sizlə bir yerdə əyləşən təqsirlərdən şəxslər hansındasa bıçaq olur? Görməmişim. Siz Enceres qəsəbəsinə gəldiniz, o Şərif kafesində yediniz, içdiniz. Ondan sonra siz kafedən çıxandan sonra nə ediniz? Məktəbin yaxınlığında görüşdünüz, nəsə müzakirə elədiniz. Bu arada nə deyə bilərsiniz? Ekspertlər var da başqa. Yox, mən sualları bilməliyim. Buyurun, cavab verə də bilərsiniz. İstintaqda ifadə vermişsən, təsdiq edirsən onları. Orada verdiyi əmək var. Təsdiq edirsən. Aydın, bu bir sual verir. Ümumiyyətlə, bu cinayətdə sizin iştirakınız nədən ibarət olub? Siz nə eləmişsiniz? Bax, mərhum Əhmədova Mədinənin evində siz nə iş görmüşsünüz, nə eləmişsiniz? Ev axtarmışsınız, başqa bir şey yox. Ev axtarmışsınız. Həmin gün, yəni, neçə otaqdan ibarət olub ev? 2. 2 otaqdan. Mərhum Əhmədov Mədinənin evində hansı otaqdaydı? Yataq otağındaydı. Birinci mən onu deyirdim. İkinci qaydanda mən onu gördüm. Demək, otaqları axtarıb qaydanda. O yataq otağındaydı, düzdürmü? Siz hansı otaqda axtarış aparmışsınız? O biri otaqda çalırdı. Aha. Mərhum, siz o mərhum Əhmədovla meydin aşkar edəndə o yanında kim var idi? Onun yanında çünki mən bu bir otaqda axtarış edim. Gəldi bu bir otağa keçəndə. Aha.
Yəni bu ekspertin nəyi də ola bilər ki, yəni bu dəqiqliyi ilə deyək. Bəli, bəli. Mən orada əl açıq işləmişəm. Əl açıq olmuş. Bəli, çünki mən bilirdim orada. Hər hansı bir qonşu otaqda axtarış aparanda bu birisi otaqda səs-küy eşitmisiniz? Televizyon səsi vardı çünki. Mən əl açıq işləmişəm çünki ona görə bildim tutulacam o yerində. Yəni onu deməyin ki, tutulmuşam deyə. Yəni mən ərizim var deyə oralarda nə iş görmüşəm ərizimə görə. Aydındır. İndi biz belə bir sual verib sizə. Mərhum sizi tanımır, düzdürmü? Qapı nəyə görə sizin üzünüzü açmışdı? Kimə görə? Yəni içinizdən kimisə tanıyırdı o mərhum? Mən özümə aid olanlar dedim, qalanlar hamısı o deyil. Aydın. Noyabrın 1-də Fərrux Babasov və Azər Məmmədov təyyarə ilə Naxçıvana yaşadıqları Yayçı kəndinə yollanıblar. Səhərsi gün Babasoy, 3 gündən sonra isə Məmmədov elə orada həbs olunublar. Bakıda NZS qəsəbəsində mərhumla qonşuluqda yaşayan Heydər Zöhrəliyev ayın 2-sində, Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Murad Ümidov ayın 6-sında Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmədə vermiş olduğu ifadəsindən fərqli olaraq Babasoy istintaqda qeyd edib ki, törətdikləri hadisədə Murad, Azər, Heydər və özündən başqa heç kim iştirak etməyib. Murad Ümidov isə göstərib ki, Babasoy Mədinə Əhmədovanı bıçaqla vurub öldürərkən o, Fərruxun yanında olmayıb, digər otaqda olan qızıl əşyaları axtarıb. Bir saat orada fırlandım, gözlədim, gördüm ki, ora girmək mümkün deyil. Orada da mənə görmüşdülər. Qarilər görmüşdü, yol polisləri görmüşdü. Ondan sonra mən çıxdım, getdim. Bilet də almışdım, gedəcəkdim Naxçıvana. Uşaq xəstə idi, İrana aparacaqdım. Naxçıvanda evdə dincəlirdim, gəlirlər, mənə apardılar ki, sən orada görülmüsən. Əziz qəsəbəsində. Zulfaya apardılar, Zulfadan yatırdılar Bakıya. Dedilər ki, burada görülmüsən, səni görüblər, bu evin qabağında. Burada adam öldürdülər. Yazdırdılar, qosat dedilər. Mənim xəbərim yoxdur bir şey. Deməli, belə çıxır ki, Mən orada iştirak eləməm. Təzyiq altında bizə qol çəkdir. Yox, belə çıxır ki, təsdiq eləmirsən, da? Yəni, onda nəyə qismən təsdiq edirsən, nəyə danış görək olar? Bilmirəm, cavab. Necə? Cavab verə bilmirəm. Cavab verə bilmirsən. Söhədə vermək istəmirsən? Vəhşi də mənə gələr. Səni kimlərdir Azərbaycanı bu günə qoyublar? Qol gücü yoxsa çala gücü çatır. Sən kişisən ki, onun oğlanları ilə qırır. Gəlin. Çala gücü çatır. Sən namərd. Mərhumun qızı Xuraman Baloğlanova bildirib ki, noyabrın 1-i ev telefonunu götürən olmadığı üçün narahat olub. Anasının qonşusu Məlaitə zəng edərək ondan Əhmədovaya baş çəkməsini xahiş edib. Öz növbəsində Məlaid Cəbiyeva gedib əvvəl qapı və pəncərəni döyüb, amma cavab verən olmadığı və Mədinənin təzyiqinin yüksək olduğunu bildiyi üçün ona evdən nəsə ola biləcəyini fikirləşib. O mənzilin qapısını itələdikdə qapı açılıb, evin dəhlizində qonşusunu uzanıqlı vəziyyətdə görüb. Cəbiyeva Mədinəni səsləsə də sonuncu cavab verməyib. Onun özündən getdiyini düşünən qadın otağın işığını yandıranda Mədinənin sifət və bədənini qanlı vəziyyətdə görüb. Təxminən 10 dəqiqədən sonra Cəbiyevanın qızı Günel Xuraman Baloğlanovaya zəng edərək təcili evə gəlməsini söyləyib. Sıracı məndən soruşanda müstəntiqlər kimdən şübhələnirsə, alan verən ki, bəlkə kimsə nəsə, dedim yox, bizdə belə bir şey yoxdur ki, kimsə bizə nəsə qısas alsın da. Bizə məndən soruşda qısas sal bəlkə məqsədində, dedim yox. Dedi kimisə verəcəyi alacaq, dedim bir nəfərin verəcəyi var idi anama, anam qızılını satmışdı. Onu da satmışdı başqa məqsədlə, çünki daimin qırıqı gəlirdən də özünə başqa bir şey alsın. Dedi şimdi, dedim Möhsün yanında bir adam gətirmişdi. Heydərin adını eşitdikmi? Dedim bəli, Heydərin adını eşitmişəm. Usta kimi anamın qapısına gəlib gedib. Biz bilirdik ki, kimin pulu var. Çünki həmişə dedi ki, ölü pulu mən özümə saxlamışam. 2000 manatdan var idi. Amma belə də artıq olanda biz ondan sorğusu olaq. Qızıl zinət əşyaları barəsində nə deyək? Qızıl zinət əşyaları barəsində hamısının yazılı surəti vermişəm, hamısılar geçib. İstintaqda nə yazmışsa bu? Bəli, hamısını. Amma boynunda mərhumun həmin günü bir yumru hilvari mıncığı olur qızıl, o qırılıb yerə tökülür. Bir də tros septi olur, onu qırıb aparırlar.
Şahid Elmira Əbilova göstərib ki, 23 sentyabr 2009-cu il tarixdə tanımadığı 2 nəfər oğlan Heydər Zöhrəliyevin adına olan şəxsiyyət vəsiqəsini təqdim etməklə onun Laçın Ticarət Mərkəzində müdür işlədiyi qızıl alışı və satışı şöbəsinə 720 manata bir ədəd qızıl boyunbağı və bir cüt qaşsız qızıl sırğalar satıblar. Həmin əşyaları alandan təxminən 10 dəqiqə sonra o öz növbəsində onları tanımadığı müştərilərə satıb. Almış olduğu əşyaların cinayət yolu ilə əldə olunduğunu yalnız prokurorluğa dəvət edilərkən eşidib. Şahid Mövsüm Gözəlov təqsirləndirilən şəxslərdən yalnız Heydəri və sonuncunun vasitəsilə Fərruxu tanıdığını bildirib. Onların Mədinə Əhmədovanı öldürəcəklərindən xəbərsiz olub. Şahidin sözlərinə görə Heydər Zöhrəliyev 2009-cu ilin sentyabr ayında ona arvadı üçün qızıl əşyaları almaq istədiyini deyib. Öz növbəsində də Gözəlov Heydərə qonşuluqda yaşayan Əhmədovanın qızılın nisya satışı ilə məşğul olduğunu deyib. Onları tanış edəndən sonra Zöhrəliyev Mədinədən 4 ay ərzində ayda $400 ödəmək şərti ilə $2000 sep və bir cüt sırğa götürüb. Bundan sonra Əhmədova müxtəlif vaxtlarda, eləcə də sonuncu dəfə oktyabrın 30-da ona zəng edərək Heydərə aldığı əşyaların pulunu çatdırmasını deyib. O da qadının sözlərini öz növbəsində Zöhrəliyevə çatdırıb. Kim götürmüşdü bu qızını? Heydərlə mən. Mən? Heydərlə mən. İkiniz şərikinə götürmüşdünüz. Beləcə ki, yəni ona ehtiyac oldu, götürdük. Götürdük, apardıq. Buradan satdıq, sonra bu instrument aldı. Necə onun aydınlıq gəldi? Bu 1600 dollara qızılı götürdük. Bunun şərti necə idi? Bunun ödəmə şərti necə? Kim ödəməli idi? Hansı şərtlə götürmüşdünüz? 4 ay müddətində ödəniləcəkdir. Necə ödəyəcəydiniz? Kim nə qədər ödəyəcəkdi? Ya sən İkimiz ödəyəcəyik. İkiniz bərabər qayda ödəməli. Bəli. Yəni əvvəlcə heç elə demədik bərabər qayda bölünsün. Sonra getdik, orada satılandan sonra instrument sad almasıydı. Bu qızılları götürmək təklif fikrindən gəldi. Səndən ya Heydərdən? Bu pul verdi, dedim ki pul yoxdur. Mən zəng elədim, dedi pul yoxdur, qızıl verə bilər. Mən təklif Heydərdən gəldim. Yox, bu pul istədi. Dedi ki, pul varsa pul götürsün, pul götürür. Mən dedim, pul yoxdur, pulun yoxdur. Qızıl var, sizin gedək götür. Getdi qızıl götürür. Ha, bu pulunu istəmirdi, bu pulunu götürmüşsünüz, getmişsiniz. Bəli. Bu mərhum pul istəmirdi sizdən, bu qızıllarını istəmirdi. Bunlardan danışdınız. 2 il ondan öncə mən zəng elədi, gəldim mən onlara, Heydər telefonu söndürdü. Mən getdim Heydər olmalı, gəldim onun yanına. $200 pul apardım, dedi ki, Mövsüm azdır, siz gətirəcəksiniz mənə $400. Niyə az getmişəm? İndi işdən ala bilməmişik, işimiz dayanıqdır. İndi işləyəndə indi şey edəcək. 250, sonra $50 çoxdur. $250 verdim, dedim ki, ay 5-nə, dedi ki, 5-nə sonunda bax, arqada oldu, iş oldu, sözdə düz olur. Biraz da istəndi, onun qarasına deyildi ki, niyə bu telefonu söndür? Dedim ki, şey elədim, sonra bu gəldi çıxdı, bu gəldi bizə. Dedim ki, bunu şey eləmək lazım, düzəlişdirib vermək lazım. $250 dedim, mən özüm düzəltdim, verdim, düzəlişdə $250 da sən şey eləyinə, düzəldiyi ayın 5-dən kimi verir. Cinayət işi materiallarından görülür ki, 2009-cu ilin sentyabr ayında mərhum Mədinə Əhmədovanın evinə qızıl almaq məqsədi ilə getdikdə siz və Heydər Zöhrəliyev mərhumun evinə qayıdan yolda sizə demişdir ki, biləndə ki, o evində xeyli miqdarda qızıl var, demişdir ki, nə Fərruh kimisinin yeri kəmdir. Belə bir söz işlədib, bu barədə nə deyə bilərsiniz? Belə dedi ki, Fərruh kimi belə şey axtarır ki, yəni soya şey dedi. Sonra dedi ki, nə üçün? Yəni qızıl, yaxşı qızılı var. Nə demək? Nəsə aparma, uğurlu aparmağa, belə dedi, zarafatla. Sonra dedim ki, başı xarabdır mı? Belə də bu müşteri işi yoxdur. Mən soxuşuyam dedi, güldü zarafat. Kim uğurlu aparmağa dedi? Heydər mənə zarafatla belə dedi. Kim dedi uğurlu aparmağa? Da özüm mənədir. Yəni ki, Fərruh Fərruh dedi də, bəs Fərruh kimisini göstərəsən uğurlu aparar. Sonra dedi ki, zarafat edir. May ayının 24-də dövlət ittihamçısı çıxış edərkən məhkəmədən təqsirləndirilən şəxslərin hər birinə 15 il cəza verilməsini istəyib. Növbəti prosesdə vəkillər çıxış edəndən sonra hakimlərə son sözlə müttəhimlər müraciət ediblər. Daxili İşlər Nazirliyindən alınmış arayışlarda Heydər Zöhrəliyev və Fərruh Babasoyun əvvəllər məhkum olunmaması göstərilib. Azər Məmmədov ağır cinayətlərə dair işlər üzrə məhkəmənin 4 sentyabr 2003-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180-ci soyğunçuluq maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum olunub.
Murad Ümidov əvvəllər 5 dəfə məhkum edilib. Belə ki, o ilk dəfə Ukrayna Respublikasında 1 il, 1995-ci ildə Bakı Şəhər Məhkəməsinin hökmü ilə 6 il, 2001-ci ildə Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə 6 il 6 ay, 2005-ci ildə Xətai rayon məhkəməsinin hökmü ilə 1 il və 2007-ci ildə həmin məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə narkoloji ekspertizasının rəyində bildirilib ki, Cinayət Məcəlləsinin 93-cü maddəsi tətbiq edilməklə Murad Ümidova narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə cinayət təqibi üzrə tam və obyektiv araşdırma apararaq nəticəyə gəlib ki, Babasoy, Məmmədov, Ümidov və Zöhrəliyevin təqsirli olmaları kifayət qədər sübuta yetirilib. ...2010-cu il iyun ayının 7-sində məhkəmədə təqsirləndirilən şəxslərə hökm elan edilib. Beləliklə Fərrux Babasoy 15 il, Azər Məmmədov 14 il 6 ay, Murad Ümidov və Heydər Zöhrəliyev 14 il müddətinə azadlıqdan məhrum olunublar.